Demeçeş kadın oldu. Bütün ilik tütün Özün danışar, sağ ol. Bayaqdan özün basıb bağırsan, heç bir kəlmə deyə ki, Qədir xanımın zəhmət əziyyətin olub. Yox, birinci əziyyətin də hamısının köməyi də Həsənovdan olub. Maşallah. Birinci bütün evin quruluşu, bütün evin hər bir şeyi Həsənovdur. Sen geleceksin. Sen geleceksin. Onun Uşaqlarımın da Onun tərbiyəsi, valideyn, onun ağsaqqallıq borcudur. Biz onu bilirik, sağ olsun. ailəmin də tərbiyəsi, balalarımın da tərbiyəsi birinci atalarından O gəlir. elədir, onu biz bilirik. Oxumaq da ki var ki, özün demişkən, Həsənovun özündə Var, riyaziyyatçıdır. salat var. Salat var. Bünövrə var da, bünövrə fundamental. var. O Aydın. bünövrə də nəvələrə gedə İnşallah, davamlı var. İnşallah. Gələcək nəsildə babasının Anar da olduğu ki, gibi maşallah. Anadan da. Decəl uşağı idi. Fikrət yox, axıllı uşağı idi. Ana biraz decəl idi. Hakimçi uşağı idi. Senitler falan. Ana ruhu, gah gedib lapet sürürdü, gah gedib Evet. kuyezə minirdi. Aklına gələn işləri görürdü. Eləcə o qədər deyirdim ana ruhu. Bu dəqiqə də birdən deyirəm ki, oxuyun. Deyirəm bu yaşda da deyirəm, oxuyun. O da Allaha şükür. Allaha min şükür. İkisi də oxudular. Kızlarım da oxudular. Dördü də Sabahda aldı babacan da. Allah Kızlar sağ olsun, texnikum, oğlanlar da institutdur, universitetdir. Onlar da davamlısı Turan balandı. Allah hamımızınkini saxlasın. Sağ olun, O da sağ olun. Almaniyada bu İnşallah. il 3-cü kursu qutar. İnşallah. İngilis dilindən. Şükür olsun. Birazcık kendimizden danışın da. Kəndimizdə də nə danışaq ki, Yadında Allah qalan bir atanıza xatirə. rəhmət eyləsin. Hamımızın atası vəzifəli olub, Həsənovun Vəzifədən yoldaşları danışma. olub. Ümumiyyətlə kənddə olan uşaqlıq xatirələri, Gözəl insanlar. kəndin dağları heç yadına düşürmü, heç yuxuna Bəs nə ayrı, girirmi? bəs nə eləyir, Dəqiq kəndin olsun, ha. dağları, Hani gəlirdik. Qəmbəroğlu danışanda dedi şükür Allaha tez dağıldı şükür. gəldi inkişaf elədi. Çox Sən şükür, yaxşı danışdın. çox şükür, çok Mən şükür, siyasi çok sözlərə şükür, qulaq çok asıram, şükür. bəyək dedim, onun üstə heç çaba Gəldik, vermədi. yaxşı, Cücüz yəni, deyib də. Qəmbərə uyan onu deyir ki, Orada orada ne deyirsə, orada deyir, Dünyanın getdi. biz Əlimizdə babacanda deyil, olsaydık, narahat mən- olma, lazım olanda uşaqlar kopur. bir belə irəli inkişaf edib getmir. Yox, mən də Zaten kızı indicə öz şiirini deyir. Hə, mən bilirəm onu şeiri, sürəkli onu Sen oxudum öz da. şiirini de gör. Yox, mənim şeirim zaten. Şeirim yoxdur bilirəm. Bəlkə də var. Şayət ola öz şeirini bilər. verir mi? Deyil, nədir məqsədi? Deyil, Mən o da sizdən yox. nədir xahişim? Doğrudan da sizin də Allah'a şükür bir həyat yaşamısınız artıq bir 70'e yaxınlaşır yaşınız bilmirəm. Dərindən deyilmərəm, təxmin edirəm. Ümumiyyətlə mən istəyirəm bugün biz vətənimizi biraz xatırlayaq, kəndimizi xatırlayaq, kəndimiz barədə buradan qalan xatirələrin, uşaqlıq xatirələrin, lap belə bu Qəmbəroğlu səni harda tutdu, harda qaçdı, necə oldu, bunlardan danışıq da. Onu çəkməyin dedi. Yox, Yox, onun üçün. çəkiliş özümüz üçün də heç kimə vermirik. Kəndimiz, gözəl Kəndimiz, kəndimiz. məktəbə lisensiyyətdə getdin, müəllimlərimin kim xatirində Müəllimlərim, qalıb, Qurban müəllim birinci çay, sinif bulaq, müəllimim, paltar Qurban müəllim yumaq. olub, Allah rəhmət Allah eyləsin. rəhmət Çok güzel. Müəllimlərim də çox gözəl müəllimlər olub. İskəndər əmmoğlu oxumurdu. Bax gedib qulaq asacaq, mən Buyur. öyrədəcək. Aha. Bir gündə birinci Bir sinifdə sinifdə, oxuyurdu. birinci sinifdə bir sinifə getmişik. Aha. Mən əlaçı oxuyuram, bu oxuya bilmir. Bu oxuya bilmir. Qapıdan eşə çıxanda dedi, səni vuracam. Birinci sinifdə Xarki köhnə məktəbi birinci sinifə getmişik. Tərlan Qarıgilin, Fərmalin, həmən o məktəb bizim birinci sinif məktəbi olub. Sonra ikinci sinifə aşağıki məktəb. Məktəb başlananda birinci sinifinə siz getmişsiniz. Yox. Ha, siz Birinci orada bir köhnə məktəbdə oxuyub olduq, sonra Neçənci gəldik. il onun tarixi yadındadır. Bizə o tarix lazımdır ki, aşağı məktəb neçənci il açılır. 62'de. Hesab elə mənim 7 yaşımda oraya getdim. 62'de 8 yaşımda aşağı. Oranı Evet. benden sonra 53'te gitti bir. aşağı. 8. sınıf idi, değil mi? 60. yılda. 8. sınıf oldu da birinci de var. 8 illik. Ben 7'lik sardım. Biz 7'lik. Siz de 7'liyiz. 7'lik. He. 62. ildə birinci orada açılır. Orada açıldı. He, 8. açıldı oraya. O tarix Siz bizə. neçənci ildə birinci sınıfa Ben getmişsiniz? 7'lik. Neçədə getmişəm, ayır bax, de gör. Aha. Neçənci də getmişəm, gör hesabla. Sen 60. 53-cü ildəyəm də. 53 bilmem. 62'de. 62-də birinci. Birinci. 62'de. Doğru değil mi? Ha. Hazine. Birin de özün yadında. Biri sayın. sağ olun. Biri yuxarıki məktəbdə oxudu, Hə, birisini. ikinci sinifin aşağı məktəbə gəldik. İskəndərlə İskəndərlə oldu, deyil. ondan. İskəndər əşya çıxdı dedi, səni vuracam. Sən niyə yaxşı oxuyursan? Müəllimlər, Məsim müəllim Allah rəhmət eləsin, Qasım müəllim Allah rəhmət eləsin. Müəllimlər məni çox istəyirdilər. Həqiqətən çox istəyirdilər. Allah onlara rəhmət eləsin. Bilmem kimin bildi. Hə. Ona qədər dedi ki, səni vuracam. Deyərsə, sən nə işə vurursan? Bir də qapıda dalaşdıq, daşı götürdü. Bax, budur bu qaşım, bax, belə çək. Qaşımı vurdu, çapdı. Aha. Oradan bax ki, qan gözümə Adı doğru, neydi? Perlan Qarıgil Adı aparıb, neydi? salıb məni. Bu adam Məhəmməd Əli kişigilin evinə.
Qaçıb gedib anam yazığa deyir ki, Süzü xala, gerçeği vurdum, gözünü kör elədim. Xala, deyirsən, nəsən, deyib Quran haqqı, Terlan qarın elində. Anam yazı qaça-qaça gelib ki, qara yandırıb gözümə basıblar ki, qan kessin. İskəndər mənim başım elə oynaşdı. Bir dəfə gəldik, erik var idi. Babamın içində 2 eriklər idi. Ya köyüne ister misin açma? Ha. Yok yok, danışalım.